Əzizlərim, yeni vlogumuza çox xoş gəlmisiniz. Herkese selamlar kanalıma ve yeni vlogumuza çok hoş gelmişsiniz. Bu dəfə Lunanın yoxsu necə şirindirsə, mən yemək yeyəndə heç gəlmədi yanıma. Tam bu markadan yok ama eynən bu paltarın başka rengini başka markadan almıştım. Çok beğendim. Dünən Family Cargo'dan gətirdi mənə. Mən dedim ki, bu gün elə vlogda sizindən bir yerdə açım. Qiyməti çox münasibdir, yazıram bura. Hələ keçən dəfə qızlar sizə bir dənə də şey göstərmişdim. Dənizə də giyinmişdim, böyük adaya da giyinmişdim o paltar. O paltarın qiyməti 16 manata düşmüşdü. Təsəvvür edin. Əslində paylaşdım YouTube-da. Nə bilmirəm, görən oldu yoxsa yox. Özü də materialı çox qəşəngdir. Bu özü də pambıqdır. Tam pambıq materialdır. Baxın belə boş bir şeydir. Rahatdır. Yapış deyil. S ölçüdür ama vallahi heç S ölçüyə oxşamır. Böyle böyük görsənir ama S'dir də bu. Şimdi paylaşdığım da materialı viskondur. Yəni tam nəfəs ala biləndir. Buna ben kızlar yadınızda sizə demiştim ki, bu şkafın üst hissəsində yayda qış paltarlarımızı, qışda isə yay paltarlarımızı qoyuruq. Mən də yay paltarlarını belə tökdüm yuxarıdan aşağı. Çünki səliqə ilə götürə bilmirəm, boyum çatmır. Ancaq buna gücüm çatır. Hamısını tökmüşəm belə. İndi baxacağım ki, nəyi giyinəcəm, nəyi giyməyəcəm, nəyi götürüm, nəyi qoyum. Onların da eləməliyəm. Mənim Maldiv paltarlarımda bunların hamısını Maldivdə giyinmişdim. Hele bir dəfə elə orada giyinmişim, ondan sonra heç giyinməmişəm. Bu da Antalya paltarım idi. Bunu da ancaq bir dəfə elə Antalya'da giyinmişəm, ondan sonra heç giyinməmişəm. Qızlar, mən paltarların hamısını həmişə yuyub sonra qoyuram da. Ben məsələn qışlıq paltarlardı, yudum hamısını, sonra qatladım, qoydum qəşəng paketlərin içinə qoyduq yuxarı. Bunları elə yuyub qoymuşam, amma bilmirəm nədirsə, baxın, səsində belə sarı ləkəsi var. İndi vanişə qoyacağım, görüm gedəcəyimi. Vay, dincəlirsən Luna. Kefdəsən. Hərdən özünə bir yeri rahatlayırsan, orada yatırsan. Nə gözəl, nə gözəl. Bu da sənin günorta yuxundur. Qızlar, bir dənə şey kəşf eləmişəm. Deməli Luna, mən kondisioneri qoşan kimi qaçır gəlir bu otağa. Bu pişik kondisioneri qətiyyən sevmir. Amma elə bir şeylər görmüşəm ki, sırf kondisionerin altında yatırlar. Bu qətiyyən sevmir. Yaxşı yat. Normalde kızlar bizde bu otaqdan o bir otağa keçəndə buradaki bu otaq tərabətləndirən bu qoxulu bir şeydən iyi gəlir. Amma artıq iyi gəlmədiyinə görə mən bunu hiss edəmirəm. Ona görə çubuğun birində belə artırıram. Evdə xalça yoxdur. Bir dənə buna möhtacam. İndi sizə bir şey göstərəcəm. Ona görə bunu buradan götürməliyəm. Bu arada qızlar, əgər hələ də kanalıma abunə deyilsinizsə, çox xahiş edirəm, abunə olun. Yadınızdadırsa qızlar, mən əvvəlki vloglarda sizə demişdim ki, hər dəfə sizə göstərmədiyim şkaflarımdan nələrsə göstərəcəm, maraqlı olanlardan təbii ki. Bu dəfə də istəyirəm ki, sizə hədiyyələr şkafını göstərim. Burada həm mənə verilən hədiyyələr var. İndi göstərəcəm də etap sizə birinci mərtəbəsini, bir də ikinci mərtəbəsini. Həm də ki, mənim hədiyyə vermək üçün aldığım əşyalar var. Misal üçün bu tərəfi sizə göstərim. Bu tərəfdə belə paketlərdir, hədiyyələr vermək üçün. Sonra bunu məsələn almışdım əslində hədiyyə verməyə. Belə love yazılıb, görsənir də oradan. Amma sonra başqa bir şey aldıq gedəndə, ona görə hədiyyə vermədim. Həm də burası belə cırıq gəlmişdi. Yəni utandım açığa hədiyyə verməyə. Ona görə elə saxlamışam. Ya özüm işlədərəm, ya bəlkə də nə bilim qutusunu dəyişib gedəndə harasa verərəm. Belə paketlərdir hədiyyə bükmək üçün. Daha sonra bunu özüm üçün almışdım açığı. Özü Bakıdan almışam bunu. Yəni xaricdən, Temudan falan deyil. Bakıdan almışdım. Sadəcə olaraq istifadə eləməmişim, qoymuşam bura. Sonra bunlar da belə hədiyyə bağlamaq üçün əşyalardır. Bunları indi çox elə açmaq istəmirəm. Səliqə ilə təzədən yerinə yığım. Daha sonra qızlar, gəlin baxaq, burada nə var? Bu elektrikli diş fırçasıdır. Bunu Temudan almışdım. Bunu nə üçün almışam desəz bilmirəm. Yəni özüm üçün də almamışdım. Alıb atmışam belə evə.
Daha sonra burada belə hədiyyələr var. Bu lampadır, 3D lampadır. Nə yazırsan onu göstərir. Nəsə bu da deyəsən lampa olmalıdır. İkisi deyəsən eyni şeydir. Bunları da hədiyyə məqsədi ilə alıb qoymuşam. O vaxt Temuda qəşəng endirimlər olan vaxtı açığa almışam. Bu köhnə evdən qalanlar da hamısını gətirmişəm. Bura səliqə ilə yığmışam. Yəni ki bu vaxtı Lunaya baxın. Sonra bu hissədə belə bunu bilirsiniz də aksesuar qoymaq üçün belə qutularım var. Çünki həmişə əziyyət çəkirdim. Kimisə aksesuar hədiyyə eləyəndə alırsan qəşəng, qutusuna da əlavə 2 manat, 3 manat verirsən. Amma mən bunları çox ucuz qiymətə almışdım Temudan belə paket şəklində. Özə çoxsunu da istifadə eləmişəm artıq. Yəni aldığım aksesuarları istəyir gümüş olsun, istəyir nə olur olsun, qəşəng səliqə ilə içinə yığıb hədiyyə eləyə bilirsən. Daha sonra belə bir blokum var. Bunu almışdım. Bunu açığı özüm istifadə üçün almışdım, hədiyyə üçün yox. Amma istifadə eləməmişəm deyə saxlamışam. Hər an hədiyyə kimi gedə bilər. Sonra bunu çox bəyənmişdim. Bu travel sevənlərin belə blokudur. Burada çamadan var, içində tikt var. Belə maraqlı bir şeydir. Bunu saxlamışam burada. Daha sonra bunun içində nə var? Gəlin açaq. Məni əvvəldən izləyənlər biləcəklər ki, məndə bundan var idi. Mən bundan 2 dənə almışdım. Birini o biri evimizdə istifadə eləmişdim. Birini isə bir yaxın qohumumuz var, indi demək istəmirəm kimdir. Onlar üçün almışdım təzə evlərinə. Amma hələ ki təzə evlərinə gedib çıxa bilməmişik deyə mən hələ bunu saxlayıram. Görürsüz də mənim hədiyyənin sadiqliyi. Ay bir pişik məni bir tər elədi bu dəqiqə. Nə bax, getdi girdi ora. Aha. Ay qız, nə edirsən? Düş də nə olar, düş, imkan ver bilən çəkilişimizi aparaq. Bu hədiyyənin üstündən mən başqa evlərə ev gördüyə getmişəm, amma təsəvvür eləyin ki, bu hədiyyəni heç kəsə verməmişəm. Çünki ağlımda onları tutmuşam, inşallah ki, onlara gedəndə verəcəyik. Məncə ən maraqlı bu ola bilər. Bunu birazdan sizə göstərəcəm, çünki böyük qutudur. Bunları göstərim. Bunun içində bir dəfə göstərmişəm sizə. Familin İstanbuldan aldığı şeylər var. Ona görə açmıram. Məncə çox göstərmişəm onu. Belə bir, nə deyirlər buna? Skoçlarım var. Rəngli skoçlar. Bunu da Temudan almışdım. Çox münasib qiymətə. Hansı ki, bir dənəsi Bakıda neçəyə satılır. Sonra bu mənə hədiyyə gəlmişdi. Açığı hansı izləyicimdən hədiyyə gəlmişdi. Ona görə onu da bura qoymuşam. Bunları əslində əvvəlki videolarımda göstərmişəm. Amma əminəm ki, görməyənlər var. Göstərəcəm sizə də. Bunun içində qələmi var, qıfılı var, açarı var. Özü möhtəşəm belə dəftərdir. Mən bunu Temudan almışam, amma istifadə eləməmişəm deyə bura qoymuşam. Yəqin ki, bunu istifadə eləyəcəm, hədiyyə verməyəcəm, çünki çox bəyənərək bunu almışam. Belə dəftərlərin Bakıda qiyməti həqiqətən çox bahadır. Yəni mənə baha gəlir açığı. Hətta əlimə atdığım elə dəftərlər olub ki, 30 neçə manat olub qiyməti. Amma bunun yadımda deyil tam olaraq neçəyə almışam. Amma bilirəm ki, yəni Bakıdan qat-qat ucuz almışam. Bunu da indi açmıram qızlar. Bu da eynən içi elədir, rəngi görürsüz nə gözəldir, qızılı rəngdir. Bunun qıfılı var, açarı var. Açarı bilməm, açarı qırağındadır belə. Qıfıllı, açarlı belə dəftərdir. Bu da çox qəşəngdir, çox şirindir. Yəni ölürəm də belə dəftərlər üçün, bloknotlar üçün. Hətta sizə deyim ki, hədiyyəlik kimi də çox möhtəşəmdir. Mən planşetimin qutusudur, bu qələmidir. Daha sonra içində klaviaturası da var. Mən klaviaturasını qələminə heç istifadə eləməmişim, ona görə elə belə təzə qalıb. İndi gəldik bu mərtəbədən ən son qalan əşyaya. Gəlin indi bunu göstərim sizə. Bunu çox sevərək almışam və hədiyyə niyyətinə almışam. Mən ümumiyyətlə xoşlayıram ki, münasib qiymətlə çox bəyəndiyim şeyləri alım, yığım. Kimə qismət olar, kimin bəxtinə olar, hədiyyə vaxtı aparıb verərəm. Buna baxın, çox keyfiyyətli belə fincandır. Görürsüz nə gözəl və çox estetikdir. Əsl Pinterestdə. Əslində mən bunu Pinterestdə görmüşdüm və çox bəyənmişdim. Sonra Temuda gördüm və mən bunu Temudan sifariş elədim. Tapsam qızlar linkini sizin üçün qoyacağam və qiyməti də çox münasib idi mən alanda. Çox qəşəng bir şeydir də. Yəni çox bəyənərək almışam. Yəni bu da belə hədiyyədir.
Gəldiyi aşağı hissəyə. Aşağı hissədə elə çox şey yoxdur məncə, amma var olmalıdır. Bunu götürüm. Bu qutunun içində görək nə var? Artıq yadımdan çıxıb açığı. Baxaq qızlar, bunun içində nə var? Bunların da içində eyni hədiyyə bağlamaq üçün belə şeylər var. Bu bilsəz nədəndir? Rafaelonun üstündə var ondan. Bunu niyə saxlamışam bilmirəm. Deyirəm birdən hər ehtimal lazım ola bilər. Mən bunu Familə almışdım. Famil bunu nə qədər axtardı. Sən mən bunu gizlətmişəm. Canon'un lensinin formasındadır. Baxın, lens formasındadır. Amma fincandır, isti saxlayır. Belə bunları indi açmıram, özünüz görürsüz. Hədiyyə qutularını içinə tökmək üçün belə rəngli kağızlardır. Bunu da Famil mənə almışdı. Bunu deyəsən şeydən almışdı. Hə. Bunu Duty-Free'dən almışdı. İstanbula özü tək gedəndə keçən il. Necə ballandıram tək gedəndə. Bundan sonra tək getməyəcəksən. Hə, tək gedəndə almışdı mənim üçün, sağ olsun. Yəni açıb içini göstərmişəm sizə. Ona görə indi göstərməyəcəm. İçindən deyəsən panda çıxmışdı. Otağın ışığını bayaqdan yandırmamışam. Necədir belə? Bu hissədə oyunlar var. Bu mənim idman üçün istifadə elədiyim şeydir, rezindir. Eyni funksiyanı görürlər, amma bu çox yüngül qaldı, yəni mənim üçün. Ona görə atdım qırağa. Bu belə bir oyundur. Bu məncə çoxlarınız oynamışsınız. Uşaqlıqda falan belə ilan oyunudur. Onu Temu'dan almışam. 1 manat 50 qəpiklik Uno. Bunu Azərbaycandan almışıq. Üstündə qiyməti yazıldığı kimi. Who is it? Bu kimdir? Bir oyundur, maraqlı oyundur. Bunu da Temu'dan almışam. Bunu mən Temu'da görəndə çox nostalji yaşadım. Çünki Famillə sevgili olanda biz kafe shopda oturub bu oyunu oynamışdıq. Çox maraqlı bir oyundur. Bunu da Temu'dan almışdım. Nədir? Bu da oyundur. Qızlar, bu da belə bir oyundur. Taxtadan oyundur. Bunu açıb indi başımızı xarab eləmək istəmirəm. Və dağıldı. Mən belə şeyləri sevirəm də, bilirsiniz. Stik notlar, cürbəcürləri. Bunları sevirəm mən. Maraqlı olsa açaram sizin üçün. Amma indi videonun vaxtından çox almaq istəmirəm deyə belə xırda şeylərə girmirəm. Belə stikerlərdir. Bunun içində yataq dəsti var idi. Mən də bunun içində Allah bilir nələr yığmışam. Bu saç aksesuarlarıdır. Hə, burada mənə gələn hədiyyələr var. Ayda mən bunları gərək qoyum. Evə necə inarsız köçmüşüksə, hamısını yığmışam bura. Halbuki mən demişdim ki, təzə evə köçəndən sonra mənə gələn bu şam hədiyyələrini dekorativ şəkildə yığacam. Yox, bunu gələn vlogda yığarıq. Ya da bilmirəm, bəlkə elə bu vlogda yığarıq. İylərinə baxın qızlar. Bunların çox qəşəngdilər. Burada başqa şey tapdım. Bir dəqiqə. Rezinlər, zadlar. Bu nədir? Deyirəm də, mən köçəndən bəri buraları açmamışam. Yadınızda bunu sizinlə bir yerdə düzəltmişdik. Emalatxanada. Çox qəşəngdir. Bunu geri üzə qoyam. Hələ buradan balış üzü tapdım. Yəni, niyə buradan balış üzü tapasan? Mən şokda qızlar, mən şok. Bu şkafın bu hissələrini tam olaraq sizə göstərdim. Məncə bitdi. Qızlar, indi kompüteri açdım. Dəftərlərimi qoydum qabağıma. Burada da qələmlərimi qoydum yanıma. İndi biraz iş görəcəm. Ekranda sizə göstərə bilmirəm. Gizliliklərdən dolayı. Biraz iş görüm. Biraz dediyim 1-2 saat davamlı iş görməliyəm. Tam konsantre olmuş şəkildə. O işlərimi görüm. Daha sonra vlogun davamına keçək. Paltarı vanişə qoydum. Vanişə qoyandan sonra atdım bura ağlarla bir yerdə yolmağa. İndi götürüm bir dənə əlimdə baxın. Belə hardan tapacam bu sarı ləkəsini. Burada başqa bir dənə ağlarımı da atdım. Mənim köynəyimdir. Bir də bunu da elə şey giymişdim. Yəni bununla bir yerdə almışdım. Temu'dan aldıqlarımdır. Köynəyi yox, amma 2 paltarı Temu'dan almışam. Sarı rəngin ləkəsi açılıb. Rəngi daha doğrusu açılıb. Ləkənin rəngi, amma yenə də getməyib. Yəni mən əməli baş 40 dəqiqə falan saxladım da vanişdə. Amma getmədi. Görürsən belə geyinsən bilinər. Demək qızlar, mən ümumiyyətlə bunu sizlə bölüşməmişəm heç. Artıq bir aydan çoxdur ki, bir şeyin, bir istiqamətin təhsilini alıram. Yəni bu dəqiqə ağlayıb bitmiş versiyamla sizin qarşınızdayam. İndi dərsim bitdi. Həftədə 3 dəfə dərsim olur. Və bu 4-5 ay belə gedəcək. İnşallah belə xeyirli olsun əsas odur.
və hər dərsdə elə şeylər belə öyrənirəm, elə şeylərin üstünü açıram, özümə şokdayam. Şokdayam deməyim sözüm biraz qəribə çıxa bilər. Əslində o qədər də şokda deyiləm, çünki bilirəm belə şeylərin mümkün olduğunu. Nəysə, onu demək istəyirəm ki, çox ümid edirəm ki, bu vloqa da bu hissəni qoymağı ona görə istəyirəm ki, vaxt gələcək və bu hissəyə baxacağam. Deyəcəm ki, yaxşı ki o anda ona başladım, yaxşı ki onları öyrəndim. Həm öz həyatımda, həm də tanımadığım insanların həyatına tətbiq edib onlara kömək ola bildim. Bunu burada deyirəm, çox da üstünə getmək istəmirəm. İnşallah gələcəkdə biləcəksiniz ki, nədir. Qızlar, ürəyim dəhşətli dərəcədə kofe istəyir. Ona görə gəldim özümə kofe düzəltməyə. Bununla paralel də sizə bir şey deyim. Mən bu mətbəx mebeli məni həqiqətən də nə deyirlər, bezdirib, bezara gətirib. Nə deyirlər o sözlər? Hamısı buna aiddir. O qədər pis material var ki, stolun üstünün. Nəyinirsən ləkəsi qalır, nə qoyursan ləkəsi qalır, silirsən getmir. Nələrlə silirəm, buna baxın. Bu nəyin ləkəsidir bilmirəm. Kofe maşını normalda bu tərəfləri çəkirik, eləyirik. Bəlkə də onun ləkələridir. Yəni başım çıxmır. Cızmaq da istəmirəm. Cızanda da pis qalır da, o da pis görsənir. Nəysə, Famil qədər dadlı bir kofe hazırlaya bilməsəm də indi kofe hazırlayacağam. Bu da düşürdü içine, təsəvvür edin. Kofemi içdim, bitirdim. Öz aramızda pis alınmamışdı, qəşəng alınmışdı. Və gəldim, gördüm ki, Luna burada yatıb. Mən inana bilmədim, çünki kondisioner işləyir. Luna məni şaşırtdı və məni səhv çıxartdı. Deyirəm qızlar, vaxt elə uçub gedir ki, yəni bir göz qırpımında artıq bu ilin 7-ci ayının ortasını keçdik. Təsəvvür edin, ilin yarısını artıq başa vurmuşuq. İlin çox az bir hissəsi qalıb. Bu il başlayanda biraz mənim üçün kritik başlamışdı. Çox belə depressiv idim. Sizə onu yansıtmamağa çalışırdım, amma özünüz də görürdünüz ki, yəni məni uzun müddəti tanıyanlar, uzun müddəti məni izləyənlər görürdülər ki, yox da Əzizənin enerjisi o deyil. Ən çox iş baxımından çox depressiv və biraz gərgin vaxtlar keçirirdim. Sonra hər şey şükür Allaha qaydasına keçdi. Astroloqların dediyinə görə indi inanmayanlar da olacaq. Yəni hər kəsin öz seçimidir. Kim inanır, kim inanmır, amma hər kəsin də inancına hörmətlə yanaşmaq lazımdır. Nəysə, astroloqlar demişdi ki, ilin ikinci yarısı daha xeyirli və uğurlu olacaq. Mən də elə görürəm ki, daha yaxşıdır. Çünki özümü daha yaxşı hiss edirəm. Yəni xeyirli, uğurlu o demək deyil, gedim maşın alım, ev alım. Ən azından mənim üçün ən xeyirli bir şey bilirsiniz nədir? Amin, Allah hər kəsə can sağlığı versin, Allah Taala. Canımız sağlamdırsa, keyfimiz varsa, enerjimiz müsbətdirsə, bu elə bizim üçün elə ən xeyirli olan şeydir. Çəkə-çəkə baxıram ki, əlimi necə tutmuşam. Nə qəribə görsənir belə. Buna səncə mən nə edirəm? Qızlar, badımcanlarımı gətirib qoymuşam bura. Deyirsiniz ki, bu qızın yataq otağında bu badımcanların nə işi var? Ona görə ki, mətbəx həqiqətən çox istidir. Mən də istiyə dözümüm qalmayıb. Kondisioner də bu otaqda olduğuna görə məcbur qızlar gətirmişəm. Heç olmasa bəzi işlərimi burada görüm. Ondan sonra gedib mətbəxdə yemək bişirim. Ondan sonra mətbəxdə yemək bişirəndə əməli başda isti vuracaq məni. Burada da qoymuşam. Bunların bir dənə tiplərinə baxın. Burada da qoymuşam güldür-güldürü. İndi burada bunları həll eləyənə qədər güldür-güldürə baxım. Sonra da gedim bu arada çığırtma bişirəcəm axşama. Bilmirəm bu vloqda fikir verdiniz yoxsa yox. Normalda vloqlarımda hər hansı bir iş görəndə və həmin video hissələri mən tezləşdirəndə üstündə mütləq şəkildə danışıram. Düşünürəm ki, təkcə orada işlərin görülməsi sizə maraqsız gələ bilər, darıxarsınız. Ona görə üstündə sizlə mütləq şəkildə söhbət edirəm. İzləyicilərimin yarıdan çoxu mənim söhbətlərimi çox bəyənirlər, hətta deyirlər ki, çox danışın. Amma bəzi izləyicilərim də var ki, onlardan elə rəylər almışam, deyirlər ki, siz hər hansı bir iş görəndə üstündə çox danışırsınız.
danışırsınız, çalışın ki çox danışmayın. Və əvvəldə dediyim o fikir verdiyiniz söhbəti də o idi ki, bu vloqda daha çox ASMR hissələrinə yer verdim. İndi isə sizin fikirləriniz mənə çox maraqlıdır. Sizcə həmişə üstündə belə danışım, söhbət edeyim sizlə, yoxsa ASMR hissələrinə də elə bu şəkildə yer verim? Senle liseden beri arkadaşız. Çığırtmanı da fikir vermişəm ki, hərə bir cür eləyir, amma mən evdə elə mama necə eləyirdisə, mən də o üsulla eləyirəm. Bilmirəm sizlərdə də belə şeylər olub ya yox, amma mən elə düşünürəm ki, hər kəsin uşaqlıqda elə şeylər olur ki, yemir onu, amma sonradan isə çox bəyənir. Mən uşaqlıqda soğana nifrət eləyirdim, xüsusən də şorbaların içində, yəni sulu xörəklərin içində mən soğan görəndə qətiyyən yemirdim. Amma böyüyə-böyüyə, xüsusən də özüm yeməyi bişirməyə başlayanda gördüm ki, soğansız yeməklərin dadı o qədər də dadlı olmur. Soğandan əlavə badımcan da mənim sevmədiyim şeylərdən idi. Badımcan çığırtmasıdır, nə bilim qızartmasıdır, nəyi olur olsun onu da sevmirdim. Amma indi əksinə badımcanı o qədər çox sevirəm ki, ona görə çalışıram ki, onun fərqli-fərqli cürdə bişirim və yeyim. Bəziləri pomidorun qabığını soymur, bəziləri soyur, amma mən soymağa üstünlük verirəm. Məncə belə daha yaxşı olur. Versene şu telefonu bana. Yeter, ne oluyor ya? Ne görüyorsun? Tek bakalım ilgili kişiliğine sınır olmuş. Və qızlar, əgər bizim pomidorumuz yağa düşübsə, deməli yeməyimiz bişib. Yeməyim də tam bişdi. O tərəfdə də famil üçün hot-dog eləyirəm. Ürək istədi, indi işdən gəlib. Bu vloqda sizlərlə sağollaşıram. Gələn vloqlarda görüşərik. Sizləri çox sevirəm. Hələlik.